Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. İbn Teymiyəni müdafiə edən və neçə dərsdir ki, müdafiə etdikcə də batan Vəhabi sonuncu bəhsində axırda deyir ki, sahabəni söyən zindiqdir. Bunu Peyğəmbər deyir, bunu din deyir, bunu İmam Əli deyir aleyhisselam və sair bu cür danışır. Amma sahabələri söyənin zındıq və s. olmasına ki, Qasım Səfərov deyir, 4-cü məsələ. Bunu biz demirik ki. Bunu Allah Rəsulü deyir. Nəinki Allah, bu barədə bizdə hədislər var. Hətta Əhl-i Beyt imamları deyir. Hətta Şia alimləri deyir. Hətta Əli ibn Əbi Talib deyir. Çox gözəl. Elə bizə də bu lazım idi ki, sən etiraf eləyəsən ki, sahabəni söyən zindiqdir və indi özün həmin İbn Teymiyyə ki deyir, səhabələrin və tabinlərin bir çoxu əlini söyürdülər, aleyhisselam, sən həmin səhabələrin üzərində artıq zindiq sözünü tətbiq elə. Artıq qaçış yolu yoxdur. Özün dilinlə etiraf eləmirsən ki, İbn Teymiyyə deyir, səhabələr əlini söyürdülər və həmçinin deyirsən ki, səhabəni söyən zindiqdir və həmçinin İmam Əli aleyhisselam səhabələrdən biridir, inkar edilməz bir mətləbdir. Deməli, nəticə nədir? Nəticə budur ki, İmam Əlini aleyhisselam söyən sahabilər zindiqdilər. Həmçinin Müslimdən sənin qabağına rivayət qoyduq. Özün də etiraf elədin ki, Ömər deyir ki, ey Əli və Abbas, siz əvvəl Əbu Bəkir, sonra məni yalanladınız, kəzib hesab etdiniz, yalancı hesab etdiniz və buyur İmam Əlinin aleyhisselam və Abbasın haqqında hökmü tətbiq elə, öz 4-cü Raşid xəlifənin haqqında və Əhl-i Beytdən saydığınız Abbasının haqqında. Həmçinin Ömər ibn Xəttab Müslimdə gələn rivayətə əsasən Öməri, daha doğrusu Əbu Hüreyrəni Peyğəmbər sallallahu aleyhi və səlləm təbliğə göndərərkən onun sinəsinə bir yumruq vurub onu dalı üstə yıxır yerə. Əgər adı söymək, səbb etmək zindiqliyidirsə, çünki bu ona ehtiramsızlıq sayılır, vurmaq indi gör nədir. Həmçinin də biz ötən bəhslərdə göstərmişik. Muaviyyə o zaman ki, Əmmar rahmehullah Siffində şəhid oldu, dedilər Peyğəmbər buyurmuşdu ki, təqtuluhul fi'atul bəğiyyə. Təqtuluhul fi'atul bəğiyyə. Onu bağı, azğın tayfı öldürəcək. Muaviyyə deyir, onu öldürən Əli və əshabıdır. İmam Əlini aleyhisselam bağı, azğın, nəuzubillah bir insan hesab edir. Buyur bunun cavabını ver. Həmin zindiq sözünü Muaviyyənin üzərində tətbiq elə. Muaviyyə zindiqdir, yoxsa yox. Həmçinin Əbu Zər, həmçinin Əmmar rahimehullah deyir, Mədinə küçələrində Osmanı təhqir edirdi və söyürdü. Buyur bunun cavabını ver, Əmmar haqqında fikir bildir. Əgər bu rivayətlərdən xəbərin yoxdursa, əlbəttə bir ikisini, onsuz da bəhsimizin mövzusudur, Müslimdə keçən rivayət və İbn Teymiyyənin dediyi. Digərlərindən də bilirəm ki, xəbərim var, ehtimal verirəm. Yoxdursa, deyinən xəbərim yoxdur, sənə mənbələrini qeyd eləyək, səhih rivayətlər. Buyur həmin sahabilərin haqqında zindiq sözünü tətbiq elə. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.